Mənim qohumum da öyle, sənsən mənim bibimin qızı. Amma Flora səndən yaxşı oxuyur. Sən bu ilə zarafat eləmə ki, nə? Bu elə bir ses çıxardır ki. Azərbaycan musiqi aləminin tanınmış simaları Əli Mirəliyev və Mübariz bəy şou biznesdəki saxtalığı sərt şəkildə tənqid ediblər. Onların fikrincə bir çox ifaçı artıq səs və sənətə deyil, yalnız görünüş və qalmaqal ilə gündəmdə qalmaq üçün taktikalara arxalanır. Əli Mirəliyev sərt şəkildə bildirib, mikrofon oxumaq üçündür, bəzilərinin əlində isə səhnənin öz nümayişləri üçün istifadə etdikləri alətə çevrilib. İki kəlmə canlı oxuya bilməyən insanlara müğənni demək sənətə açıq hörmətsizlikdir. O əlavə edib ki, bu cür yanaşma Zeynəb Xanlarova, Flora Kərimova, Oqtay Ağayev, Brilliant Dadaşova kimi əsl sənətkarların yaratdığı dəyərləri tamamilə kölgədə qoyur. Bizim dahi sənətkarlarımız illərlə səsi və duyğusu ilə xalqın qəlbinə yol tapıb. İndi isə səhnədə yalnız özünü göstərmək istəyənlər qalır. Mübariz bəy isə daha sərt ifadələrlə vurğulayıb. Son vaxtlar bəzi duet və bacı tandemi kimi çıxış edən ifaçılar da eyni xətt üzrədir. Oxumaq yox, bədən şəkilləndirmə və zahiri görünüşlə gündəmə gəlirlər. Səhnə səs üçündür, diqqət üçün deyil. İctimaiyyət arasında isə bu tənqidlərə Mələk Ayxan, Kəmalə Günəşli, Səma Səbinə bacıları və digər tanınmış müğənnilər də daxil edilir. Xalqın fikrincə onlar səslə yox, açıq-saçıq və iddialı paltarlardan istifadə edərək gündəmə çıxmağa çalışırlar. Səhnədə artıq ifa yox, nümayiş var. Bu cür yanaşmalar həm sənətə, həm də izləyiciyə hörmətsizlikdir. Əsl sənətkar səsi ilə tanınır, görünüşü ilə yox. Amma hazırki bəzi müğənnilər yalnız diqqət qazanmaqla məşğuldur. Beləliklə, şou biznesdə bir çox ifaçı artıq sakinlərin sərt tənqid obyektinə çevrilib. Sənət ictimaiyyəti hesab edir ki, bu açıqlamalar Azərbaycan musiqisində saxta məşhurluğa yox, səs və istedada üstünlük verilməsinin vacibliyini göstərir. Rəna Rövşənqızı, BTV.